Kraldan məlumat almışdır. Bəs bu Elvinin problemi nədir? İnanırsan, nə sən bilirsən, nə mən bilirəm, nə də özü bilir. Yəni, futbol bilsən elə bir ki, o, necə deyim? Yox, o film, kino var, Nimizliçidə, bəxtsiz deyil mi? O, Perişar oynayır deyəsən də belə. Yəni, bu elə bir ki, elə bir qapqana düşüb də belə. Baxsan, qırmızı alan epizodlarını, sarı alan epizodlarını özünü bəlkə də indi heç nədən, belə deyək də, yəni istəməyərək alınan bir kartlardır. Amma çox böyük səhvlər eləyir. Əlbəttə ki, yəni belə kartların alınması, əgər bir oyuncunun başına gəlirsə, deməli, həqiqətən problemi var. Amma gözləyirik təcrübə ilə, yəni düzələr. Bir oyun, iki oyun düzəlir, görürsən sonra yenidən nəsə yenə olur, yenə bəxtsiz olur. Amma daha əlbəttə diqqətli olmalıdır, çünki əgər komandanın aparıcı oyunçusansa, bu cür vacib oyunlarda, yəni milli səviyyəsindəki oyunlarda və yaxud bizim Qarabağ Avropa səviyyəsi oyunlarında belə hallar, yəni oyunun, belə deyək də, həlledici məqamlarıdır. Biz milli komanda deyərik ki, yoldaşlıq oyunuydu, oyunun son dəqiqələri idi bu başqa, amma ümumən bu sabah lazımi yerdə, çox vacib bir yerdə gətirib onu çıxara bilər ki, yəni məğlubiyyətin səhvkarı elə birbaşa özü olsun.